Xəbər verdiyimiz kimi bugün Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları həyata keçirilib. Bir ədəd dron Naxçıvan Muxtar Respublikasının hava limanının terminal binasına, digər bir dron isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb. Hava limanının binasına zərər dəyib, 2 nəfər mülki şəxs xəsarət alıb. Naxçıvan aeroportuna dron hücumundan sonra hadisə yerindən fotoları təqdim edirik.